Prezident İlham Əliyev dövlət idarə edir. Özü də çox çətin bir dövrdə Pənah bəy. Siz bu ölkənin baş naziri olmusunuz və dövlət idarə etməyin nə qədər çətin olduğunu siz çox yaxşı bilirsiniz. Dövləti idarə etmək sosial şəbəkələrdə və YouTube kanallarında oturub boşboğazlıq etmək deyil. Yəni dövlət idarə etmək çox ağır bir prosesdir. Liderlər bəzən dövlətin, millətin maraqları naminə ən yaxın adamlarını belə qurban verirlər. Ən yaxın adamlarını belə cəzalandırırlar. Əgər bir günahı varsa və yaxud da dövlətin, millətin marağı bunu tələb eləyirsə, mütləq və mütləq liderlər cəsarətli addımlar atırlar və cəza tədbirləri görürlər. Bu yaxınlarda bu axırıncı seriyası oldu. Bu Fatih bir film gedir bu Sultan Bəli. Mehmet Fatih haqqında, İstanbulun Fatih haqqında. Orada bir məsələ axırıncı seriyada belə deyir. Övlad yoxsa dövlət. Və göstərir ki, birinci götürülməli dövlət. Pənah bəy, korrupsionerləri, xarici qüvvələrə işləyənləri cəzalandıran prezident barədə İlham Əliyev heç kimə fərq qoymadan öz komandasının üzvlərini cəzalandırır. Hətta o ən yaxın adamlarını belə cəzalandırmağa hazırdır. Ona görə də ona qəti güvənmək olmaz kimi fikirlər səsləndirənlər yumşaq desəm ağıllarını itirmiş adamlardır. Yəni dövlətə, vətənə olan düşmənçilikdənmi irəli gəlir bu, yoxsa mən bilmirəm, bu fikrə düşmək üçün nə qədər nifrət eləməlisən Azərbaycana ki, islahat aparmağa hazır olan, korrupsionerlərə cəzalandıran lider barədə deyəsən ki, İlham Əliyev öz ətrafını niyə cəzalandırır? Sovet dönəmində indi bir qədər də belə siyasi baxımdan vulqar görünə bilər. Deyirdilər, siyasi cəhətdən yetkin olmayan fikirlər. Əlbəttə ki, o cür fikirlər səslənibsə, mən bilmirəm. Konkret kimin statını oxuyursunuz. Heç şübhəsiz ki, dövlət başçısı gərək, yox, öz ətrafı bilsin ki, onlar da cəzalanacaq, yəni ona qarşı çıxsınlar. O yolda cəmiyyət islah olunmaz. O, demək, hətta deməli, bilirsiniz, bu güya taktiki ola bilsin ki, taktiki məqsədlə ki, məsələn, hakim komandanın içərisinə bir nifaq salmaq istəyirlər də güya. Salmaq məqsədi kimi dırnaq arasında ağıllı taktika kimi baxıla bilər. O dövlətin marağı baxımından və bu proseslərin həlli baxımından elə bir demək effekt verməsi hesab edilən siyasi cəhətdən yetkin olmayan, xeyli dərəcədə savadsız və millətin və dövlətin əleyhinə olan bir əqli belə deyək ki, mexanizmlərdir ki, ötürülür və yanlışdır. Yanlışdır, zərərlidir. Azərbaycanda islahatların aparılacağı ilə bağlı anonslar var. Amma yəni burada bir başqa bir məsələ də yoxdur. O başqa məsələdir ki, şübhəsiz ki, dövlətin deməli birinci adamı, konkret halda prezident öz komandası üçün siyasi məsuliyyət həm də daşıyır. Çünki onun və yeri gələndə də həmin o siyasi məsuliyyətdən irəli gələrək də əgər istər korrupsiya olsun, istər vətənə xəyanət olsun, istər deməli bu istiqamətdə onun tədbirlər görmüş, tələb də ondandır ki, tədbir görsün. Tədbir görülür təbii ki. Son hadisələr göstərdi ki, Azərbaycan prezidentinin siyasi iradəsi var. Vətənə xəyanət edənləri, dövlətin iqtisadi təhlükəsizliyinə qarşı çıxanları, təxribat törədənləri cəzalandırır. Heç nədən çəkinmədən. Siz Azərbaycan prezidentinin bu istiqamətdəki fəaliyyətini necə dəyərləndirirsiniz Pənah bəy? Mən bu məsələdə müxalif mövqeyədəyəm. Yəni, hesab edirəm ki, haqqında danışdığımız o sistem xarakterli islahatlar, dəyişikliklər istəyirsiniz. Mən sadalıyım, istər konstitusiyada müəyyən. Məsələn, mən hesab edirəm, Milli Məclisin səlahiyyətləri artırılmalıdır bu məsələlər üzərində nəzarət mexanizmi kimi. Deputatların səlahiyyətləri, parlamentin... Onu bəzi millət vəkilləri də deyirlər, partiya sədrləri də deyirlər ki, məsələn, onlar SOCAR-ın rəhbərin yeri gələn dövlət indi müəssisəsində, bu bir kommersiya təkcə xarici kommersiya müəssisəsi deyil. Çağırıb bir dinləmək səlahiyyəti olmalıdır, müvafiq komissiyanın. Deputatların səlahiyyətləri artırılmalıdır. Məhkəmələrin bu istiqamətdəki fəaliyyəti üzərində daha müstəqil təhqiqat aparmaq imkanları olmalıdır. Və bu, demək, mən hesab edirəm ki, seçkilərə baxış dəyişilməlidir və indi hal-hazırda bizim birinci vəzifəli şəxsdən, dövlət başçısından ən ciddi tərəflərimizdən biri siyasi qüvvə, siyasi müxalifət olaraq. Ölkədə həqiqətən real, azad, ədalətli demokratik seçkilərin keçirilməsinin təminatıdır. Bu bizim tələbimizdir. Bunlar olarsa və ölkədə bu dediyimiz faktora qarşı, əlbəttə ki,
hal-hazırda siyasi iradə çox mühüm rol oynayır. Siyasi iradə hətta bəzən dünya məsələlərinin həllində biz görürük ki, institusional bəzi məsələlərdən demək, daha effektiv bəzi addımlar atmağa imkan var. Amma bunlar strateji ola bilməz. Məsələn, Trumpın çıxışına qulaq asdınız, dedi ki, mən neçə müharibəni dayandırmışam, amma Birləşmiş Millətlər Təşkilatı ancaq məktub yazmaqla məşğuldur. Hətta arxasınca da dedi ki, eskalatoru da işləmir. Sən demə, o telesuflyor da kəsilibmiş, mikrofonu da kəsilib, eşidilməyib səsi. Yəni dedi ki, heç bir iş görülmür. İndi eynən, indi müqayisə bir qədər istənilən müqayisə qüsurludur. Eynən dövlət də demək, bu cür hallar olur ki, demək, effekt vermir, eləmi o institutlar. Ona görə də o institutların effekt verməsi üçün demək, bəzən siyasi iradi müdaxilə etmək lazım gəlir. Amma strateji olaraq vəziyyətin düzəlməsini istəyiriksə, Sultan Fatihdən sonra başqa bir prezident sultan olub. Bir prezidentdən sonra başqa bir prezident gəlir. Yəni bu məsələnin bir dəfəlik düzəlməsi, bunun ancaq siyasi iradədən asılı olmamasının təminatı üçün o qeyd elədiyimiz reformların və institusional o müqavimətin olması ki, o bariyerlərin, maneələrin olması vacibdir ki, o hallar təkrarlanmasın. Siz də dəfələrlə bəyan etmişsiniz ki, bu reform olsa, siz iqtidarın yanında, yəni prezidentin yanındasınız. Yox, mən bir daha təkrar edirəm o fikrimi. Siz bilmirəm, indi onu necə demək. Keçən dəfə bizim efimizdə dediniz ki, mən nə demişəm? Mən indi təkrar edirəm. İndi istənilən dediyimiz sistem xarakterli köklü islahatlar iqtidar üçün bir sahədə risklər yaradır. Bəli. Təbii. Əgər bu cür riskli görünən və riskli olan həqiqətən çətin olan hər mənada, o cümlədən hakimiyyət üçün riskli olan addımlar atılacaqsa, o risklərin aradan qaldırılması üçün demək, neytrallaşması üçün biz o islahatlara aparan hakimiyyətin və yaxud siyasi şəxsin yanındayıq. Yəni buna qeydsiz şərtsiz. Yəni mən İlham Əliyev sabahları həmin islahatları aparacaqsa və bu islahatların qarşı müqavimət olacaqsa və bu müqavimət hətta siyasi hakimiyyəti deyək ki, təhdid eləyəcəksə, biz həmin təhdiddə qarşı olacağıq və o halda mən yəni bəzi bizim dostlar demək, məsələn biz müharibə aparılır, siyasi mühasibimizdən asılı olmayaraq ölkənin hakimiyyətinin, deyək prezidentinin yanındayıq ifadəsini deməkdən çəkinmirik, utanmırıq və mən bunu zərərli də hesablamıram. O da bir müharibənin davamı kimi bir məsələdir. O cür hallarda demək biz əlbəttə ki, bizdən nə asıldısa, nə mümkündürsə demək onu etməyə hazırlıq təkrar edirəm. Və mən bəzən başqa fikirlər də səsləndirmişəm sizdə ki, məsələn bu cür dönəmlərdə heç də hər cür hakimiyyət dəyişikliyi o qədər də bəzən demək məsləhət olmur. Yəni indiki halda mənim də daxil olduğum çevrə ki, biz onu demək vətənpərvər qüvvələr deyirik, milli qüvvələr deyirik. Mən digərləri vətənpərvər deyil, yəni milli qüvvə deyil bunu kimi algılanmasın. Yəni o cür demirəm. Amma biz özümüzü ifadə eləyəndə o şəkildə eləyirik. O qüvvələrin üçün mühüm olanı hakimiyyət deyil. Hətta yaxın dövlətdir. Yaxın bir neçə əldə hansısa sarsıntılı, hansısa bir hakimiyyət mübarizəsinin və dəyişikliyinin olması da məqsədəğun deyil deyə bu cür fikirlər də var. Bunu bilsinlər. Yəni bizim bu dediklərimiz o bayaq deyilir ha ki, məsələn deyək ki, hansısa bir nifaq salmaq üçün komandanın daxilinə ki, ora dağılsın, getsin və digərləri kimlərsə, kimsə hakimiyyətə gəlsin, biz o mübarizəni aparmırıq.